Bugün Brawl Talk eklendi ve Brawl Talk'da gələn Nori karakterini hırslayacağım. Nori karakteri Kaze ilə Kenji'nin uşağı olan efsane benderliğinde bir karakterdir. Normal vuruşunun 3 forması vardır. Birinci Kenji kimi koni şəklində vurar. İkincisi normal vuruşunu basılı tuttuğunda mermisinin uzunluğu artar və irəliyə doğru gedər. Eyni vaxtda çox fazla, max şəkildə basılı tuttuğunda divarlardan tullana bilər. Və hər kimsəyə vurduğunda onun balıq yüzdəsi artar yanındakı və hər balıq yüzdəsi artdığında ultisinin alanı artar. Ultisində isə Nori karakteri dairəvi bir alan eləyər və o bir balıq olaraq çıxıb hasar verər. Nə qədər fazla balıq yüzdəsini artırsa normal vuruşlarını vuraraq, o qədər fazla alan artışı yaşayar. Eyni vaxtda təzə gələn Nori karakteri Nano Nori kostümü ilə eklənəcəkdir.